Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə hər zaman sevərək hazırladığım çox dadlı, faydalı və fərqli bir salat resepti təqdim edirəm. Sizlər də az ərzaqla çox asan başa gələn və çox ləzzətli olan bir salat istəyirsinizsə, o zaman bu resepti mütləq sınayın. Keçək salatın hazırlanmasına. Deməli, bunun üçün bizə lazım olan ərzaqlar 1 ədəd böyük yaşıl alma, 2 kartof, 1 yumurta və 3 ədəd orta boy kök lazımdır. Əvvəlcə almanın qabığını soyuram. Sonra salatı hazırlayacağım qaba almanın yarısını rəndələyirəm. Mənim istifadə etdiyim alma böyük olduğundan 1 ədəd kifayət elədi. Yəni siz istəsəz almanın ölçüsündən asılı olaraq 2 alma da istifadə edə bilərsiniz. Almanı rəndədən keçirdikdən sonra bu cür düzəldirəm. Üzərinə biraz duz, istiot və mayonez əlavə edirəm. Üzərinə mayonezi yaxşıca yayıram. Daha sonra bunun üzərinə bir kartofu da rəndədən keçirirəm. Və onu da eyni qaydada düzəldib, üzərinə biraz duz, istiot vurub və mayonezi də əlavə edib, yenə üzərinə yaxşıca yayıram. Daha sonra bir kök, bir də yarımını istifadə elədim bura. Yəni onu da rəndədən keçirib, eyni qaydada prosesi təkrarlayıram. Onu da deyim ki, qabın ölçüsündən asılı olaraq siz ərzaqların miqdarını artırıb azalda da bilərsiniz. Videomu bura qədər izləmişsinizsə, sizlərdən xahişim budur ki, kanalıma abunə olun, bəyənin, yaxınlarınızla paylaşın ki, mənə dəstək olasınız. Bu mənim üçün çox vaciblidir. Dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Və yenidən həmin ardıcıllığı təkrar edirəm. Salatı hazırladıktan sonra çalışın ki 3-4 saat soyuducuda gözlədib sonra servis edəsiniz. Əgər bu salatı hazırlasanız, fikirlərinizi şərh bölməsində mənimlə paylaşmağı unutmayın. Və sonda isə bir yumurtanı da rəndədən keçirib bunun üzərinə yayıram. Duz istiotunu da əlavə etdikdən sonra salatın üzərini bəzəməyə başlayıram. Salatı bəzəmək üçün almaları videoda gördüyünüz şəkildə nəzik doğramışam və üzərlərinə limon sıxıram ki, rəngləri qaralmasın. Gördüyünüz şəkildə salatı bəzəyirəm. Yəni siz istəsəz fərqli formalarda da bəzəyə bilərsiniz. Mən bu cür etdim. Amma inandırım sizi ki, ərzaqların az olmasına baxmayaraq çox dadlı və fərqli salatdır. Siz də hazırlayın, nuş edin. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın və göz haqqınızı halal edin.